A bölünsün 3 bərabər 7 bölünsün B olarsa, AB plus 3 cəmini tapın. Tənasübə əsasən AB bərabərdir. Buradan yaza bilərik. 21'ə. Deməli, AB plus 3 bərabər olacaq. 21 plus 3 bərabərdir 24. Cavab B-dir. 4 rəqəmli ədəd 4-ə tam bölünür. B-nin mümkün qiymətlər cəmini tapın. 4-ə bölünmə əlaməti son 2 rəqəmin 4-ə bölünməsidir. Son 2 rəqəm burada 7B-dir. Deməli, 72 ola bilər. Sonra 76 ola bilər. Deməli, B ya 2 ya da 6 ola bilər. B-nin mümkün qiymətlər cəmini 2 plus 6 bərabər 8 olar. Cavab C-dir. Hesablayın. 0,3 bölünsün 0,3 üstəgəl 12 bölünsün 1,2 üstəgəl 1,5 bölünsün 0,3. Sürət və məxrəci kəsirdən azad edək. Birinci minə vursaq, sürətdə alırıq 300 bölünsün 3. Üstə gəlinsin. İkinci kəsir 10'a vursaq 120 bölünsün 12. Üstə gəlinsin 15 bölünsün 3. Bərabərdir 100 üstə gəl 10 üstə gəl 5. 115. Cavab A variantı. Sinifdəki 25 şagirdin 44% əlaçıdır. Bu sinifdə neçə əlaçı şagird var? Deməli, biz 25'in 44%'ni tapmalıyıq. 25 vurulsun %44. İxtisar etsək 4, 44 bölü 4, 11, Y variantı. Aşağıdakı kəsirlərdən hansını sonlu onluq kəsir şəklində yazmaq olar? Sonlu onluq kəsir şəklində göstərilməsi üçün məxrəcinin sadə vuruqları yalnız 2 və 5'dən ibarət olmalı idi. Burada yalnız B variantındakı, yəni 32, 32'nin sadə vuruqları hamısı 2'dir. Ona görə bu kəsiri sonlu onluq kəsir şəklində göstərmək olar. Cavab B-dir. 12 ədədi ilə qarşılıqlı sadə olan bir rəqəmli ədədlərin cəmini tapın. Yəni 12 ilə yalnız ortaq böləni 1 olan ədədlər. Bu 1 üstə gəl 5 və 7'dir. Bu ədədlərin cəmi isə 13 edər. Cavab A variantı. Cədvəldəki sadə ədədlər cədvəldəki bütün ədədlərin neçə faizdir? Cədvəldə 12 ədəd vardır. Sadə ədədlər 7, 23, 41, 29, 53 və 31'dir. Yəni 12 ədəddən 6'sı sadədir. 6 12'nin neçə faiz olduğunu tapmalıyıq. Bunu tənasüblə də yaza bilərik və yaxud da 6 böl 12 vur 100 şəklində yaza bilərik. Bu da eləyəcək 50%. Cavab B variantı. Əkob 1236 üstə gəl əbob 1236'nı tapın. 1236'ın böləni olduğuna görə onların əkobu 36'dır. Əbobu isə 12'dir. Cavab 48 B variantı. 12 usta 4 saata 26 detal hazırlayarsa 6 saata neçə detal hazırlayar? Deməli 4 saata 26 detal hazırlayırlar. 6 saata x detal. Buradan x bərabərdir 6 vur 26 böl 4. İxtisar eləsək burada 3, burada 13 qalacaq. 13 vur 3, 39 olar. Cavab D'dir. Yəni buradakı 12 ustanın elə bir mənası yoxdur ədəd olaraq. Yəni bu işin ikisini də 12 usta görür. 4 saata 26 detal, 6 saata x detal. Bu düz mütənasibdir cəmiyyətlər. Yəni 4'ün 6'ya nisbəti 26'nın x-ə nisbətidir. 420 ədədinin ən böyük sadə böləni ilə ən kiçik sadə böləninin cəmini tapın. 420 ədədinin sadə vuruqları ayırsaq 2 vur 5 vur 7 vur 2 vur 3. Buradan görsən ki, ən böyük sadə bölən 7'dir, ən kiçik sadə bölən 2'dir.
7 plus 2 bərabərdir 9. Cavab A'dır. İfadənin qiymətini tapın. 1 çıx 8-də 1 eləyəcək 8-də 7 vurulsun. 8-də 2, 1-dən 8-də 2 çıxsaq 8-də 6 və s. Burada 11-ə qədər davam edir bu 8-də 2, 8-də 3, 8. Yəni bu ortada bir bu hissədə 1 çıx 8-də 8 də var. Bu isə 0 deməkdir. Vuruqlardan biri 0-dırsa hasil 0 olacaq. Cavab A variantı. Ədədləri müqayisə edin. A bərabərdir 12-də 5, B bərabərdir 8-də 1, C bərabərdir 24-də 17. Ortaq məxrəci 24-də gətirsək, A bərabər olacaq 24-də 10, B 24-də 3, C 24-də 17. Deməli, C böyükdür A'dan, o da böyükdür B'dən. Cavab D variantı. Kitabxanadakı kitabları, kutulara həm 36, həm də 48 yığmaq olar. Kitabxanada ən az neçə kitab var? Demək, kitabların sayı həm 36-ya, həm də 48-ə bölünür. Deməli, 48 və 36-nın bölünənini axtarırıq və ən kiçik, yəni çünki burada ən az neçə kitab deyilir. Deməli, əkov 36, 48-i axtarırıq və bərabərdir. Buradan 6-nı vurub çıxarsaq əkov, hətta 12-ni çıxarda bilərik, hər ikisi 12-yə bölünür. Əkov 3, 4 yaza bilərik. 3-dən 4 qarşılıqlı sadə olduğuna görə əkovları 12-dir. Yəni onların hasilidir. Cavab 144. Y variantı. 24% ilə 16%-nin cəmi 32 olan ədədin 30%-ni tapın. 24% ilə 16%-nin cəmi eləyəcək 40%. 40%-i 32-dirsə 30%-ə x yazırıq. X bərabərdir 32 vur 30 böl 40. 8 vur 3 24. Cavab C variantıdır. A və B'nin ortaq olmayan sadə vuruqlarının hasili 20. AB 320 olarsa əkov AB-ni tapın. Əkov AB bərabərdir kök altında ABC. O da bərabər kök altında 6400. O da bərabər 80. Cavab 80-dir. 50 işin 5-dəki hissəsini yerinə yetirdi. İşin neçə faizi qaldı? 5-də 2 hissəsini yerinə yetirirsə, deməli 5-də 3 hissəsi qalacaq. Bunu da faizə çevirsək 100-ə vurarıq. İxtisar aparsaq, deməli 60% qalar. Cavab 60. Əvvəlcə malın qiyməti 120 manat idi. Sonra qiymət bahalaşaraq 150 manat oldu. Bahalaşma neçə faiz oldu? Təbii ki, burada həm tənasüb qurmaq olar, həm artıma görə yazmaq olar. 120 100%-dir. 150 x faizdir. Buradan x bərabərdir 150 vur 100 böl 120. 12-dən 15 3-ə ixtisar gedəcək. Burada 4 50 qalacaq. Deməli 500-ü 4-ə bölməliyik. Yəni 125 edəcək bu. Deməli 125 çıx 100 bərabərdir 25% artım var. Cavab 25. Yəni bahalaşma 25%-dir. AB bərabər 7 vurulsun A plus B olarsa A plus B cəminin ən böyük qiymətini tapın. 10A plus B bərabərdir 7A plus 7B. 3A bərabərdir 6B. A bərabərdir 2B. Bu şərti ödəyən rəqəmlər 1, 2, 2, 4, 3, 6, 4, 8 rəqəmləridir.
Yəni biri digərindən 2 dəfə böyük olan rəqəmlər. Ən böyük isə 4 və 8 ola bilər. 4 üstə gəl 8 12. Cavab 12-dir. 2A bərabərdir 3B, o da bərabərdir 4C və A plus B plus C 26 olarsa A-nı tapın. Buradan alırıq ki, A 12-yə geçsək, A 6K-dır. Yəni 2, 3, 4-ün əkobunu fikirləşirik. A 6K-dır, B 4K-dır, C 3K-dır. Bunların cəmi 13K-dır. 13K 26'dır. K 2'dir. A 6K olduğuna göre bu da olacaq 12. A və B natural ədədləri üçün A bölünsün B bərabər 2 bölü 3 olarsa, əkob AB üstəgəl əbob AB 49 olarsa, B-ni tapın. Deməli, A bərabərdir 2K, B bərabərdir 3K-dır. 2K ilə 3K'nın əkobu 6K'dır. Əbobu isə K'dır. Deməli, 7K 49'dur. K 7'dir. B 3K olduğuna göre 21'dir. Cevap 21.